Dəyərli müəllimlər, müdavimlər, mən Nativan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Müəllimlər, artıq sertifikasiyanın müsahibə mərhələsi yaxınlaşır və bu gün də növbəti bir müsahibə sualının izahını verəcəm. İzaha başlamamışdan əvvəl onu qeyd edim ki, avqust ayının 10-u bizim tam sıfırda müsahibə qrupumuz başlayır. Hər kəsə fərdi yanaşaraq, hər kəsə tək-tək sual cavab edirik. Bütün materiallar biz tərəfindən göndərilir, heç bir vəsait almırsınız. Və ən əsası sizin şəxsi kabinetinizə 5 mövzu gələcək və biz bu 5 mövzunun icmalını da hazırlayıb sizə verəcəyik. Digər təlimçilər sizə icmal nümunəsi verdiyi halda biz sizə 5 icmalı da verəcəyik. Yəni sizi müsahibəyə tam hazır vəziyyətdə göndərəcəyik. Yalnız bir dəfə ödəniş ödəməklə həm materiallarla, həm icmallarla hər bir şeylə təmin olunacaqsınız. Dərslərimiz də yüksək keyfiyyətlə keçirilir. İndi isə baxaq suala. Nazirlik əməkdaşı qəfil sinifinizə daxil olsa nə edərsiniz? Hər bir müəllim qəfil yoxlanışa hazır olmalıdır. Bu direktor ola bilər, direktor müavinləri ola bilər, valideyn ola bilər, nazirlik əməkdaşı ola bilər. Yəni kim sinifə daxil olmasından asılı olmayaraq vəzifəsindən, əgər daxil olurlarsa heç bir şey etmərəm. Dərsimi qaldığım yerdən əvvəlki kimi davam edərəm. Çünki müəllimin planlaşdırması var. Müəllim planına uyğun olaraq dərs keçməlidir və biz planı niyə tuturuq? Planı ona görə tuturuq ki, hər hansı bir problem yarananda, hər hansı bir hadisə baş verəndə bizim həyəcanımızı öldürsün. Biz özümüzü itirməyək. Ona görə də kimin gəlməyindən asılı olmayaraq planım var. Plana uyğun da dərsimə davam edərəm, dərsimi keçərəm. Sağ olun, hər birinizə xoş dinləmələr.